Aziz qardaşlar, Mitsubishi sürənlər və Mitsubishi E200 həvəskarları. Deməli, üstdən başlayaq birinci. Deməli, maşınımızda nə iş görürük? Qardaş, zapaska farsunkası var imiş özündə 4 dənə. Könələr çıxartdıq, 4 dənəsini yığdırıb gətirib ideal vəziyyətdə qoyuruq üstünə inşallah. Və burada belə böyük, başqa bir iş görürük. Çaşka ferdo dəyişilir inşallah. Çaşka ferdo vijimli maxavi patrimi dəyişilir. Və burada gördüyünüz kimi razatqanın sepidi çox uzanıbdır, hədsiz dərəcədə. Bir il yarım bundan qabaq hardasa dəyişilibdir. Yaxşı firma olmayıbdır, ona görə tez uzanıbdır. İndi yenisi ilə əvəzləyirik inşallah Allah'ın izni ilə. Garantili şəkildə. Və sökülüb, yığılır inşallah. Yüyülüb təmizlənəcəkdir Allah'ın izni ilə o. Çaşka ferdo dəyişiləcək. Çaşka ferdo vijimli maxavi patrimi. Burada da gördüyünüz kimi farsunka var inşallah. Sökülüb, hamısı bir yuyulub, təmiz çiçək kimi gördüyünüz kimi bax belə bu vəziyyətdə yuyulub təmizlənib yığılacaq yerinə Allah'ın izni ilə. Xeyirli uğurlu olsun. Diqqətiniz üçün təşəkkürlər.